iki tövsiyə etdi. Birinci, çalışın ki, rəhbərlikdə qruplaşma olmasın, çəkişmə olmasın və bunlardan Azərbaycana düşman olan qüvvələr istifadə edəcəklər və Azərbaycana zərbələr vuracaqlar. İkinci də mən o vaxt tövsiyə etdim ki, Dağlıq Qarabağ məsələsinə diqqət yetirin. Təəssüf ki, mən bu tövsiyələrin ikisinə də riayət etmədilər və Respublikamızda belə bir ağır vəziyyətə düşdü. Azərbaycanın da bəlası oradan başladı ki, 87-ci ildə ermənilər yığışdılar. Bizim bəzi bədxah Azərbaycanlılarla mənim Kremldən istifa verməmə nail oldular. Onlar cəmisi 20 gün sonra, mən istifa verəndən sonra bir Orhan Beyyan var. Hansı ki, ömründə nə Ermənistanda yaşayıb, nə Dağlıq Qarabağda yaşayıb. Gəldi Fransada bəyanat verdi ki, Dağlıq Qarabağ Ermənistana bağlanmalıdır və bunu o Qarbaçovla razılaşdırıbdır. Ondan da 2 ay sonra Dağlıq Qarabağda bu isyan başladı, bu konflikt başladı.